Bəli, artıq görürük ekranlarda. Və Şəhla xanım, yəni ki, əvvələn onu deyək ki, siz ifadə işlətdiniz ki, Putinin narahatçılığı. Mən narahatçılıqdan üstün sayıram hətta. Hətta mən deyərdim ki, qorxu hissi də var. Qorxu hissi var ki, məhz hədə-qorxu gəlir. Nədən qorxu? Deyək, birinci nədən başladı bu qorxu hissi? Tamaqafdan başladı elə. Tamaqafda məsələsi artıq gündəmə minəndə ki, Zelenskinin görüşdə bu məsələ həll olunacaqdı. 2 saat yarımlıq öz təşəbbüsü ilə Putin söhbət elədi və Trumpı necə deyirlər, yoldan çıxartdı. Faktiki olaraq Tamaqaf məsələsini qeyri-müəyyən qaldı. Yəni tam demədilər də ki, veririk, yaxud da ki, vermirik. Bu məsələ qaldı. Ardınca isə sanksiya tətbiq olundu və sanksiya çox ciddi sanksiya idi. 9 ayda danışılan sanksiya nəhayət ki, ilkin bir mərhələyə daxil oldu. Əsasən də neft sektoru ilə bağlı oldu, Lukoillə, Rosneftlə. Bu da ciddi maliyyə belə də ki, çətinlikləri, iqtisadi böhran yarada biləcəkdir. Düzdür, birdən-birə olmur o keçir. Və fikir verdinizsə, bundan sonra Putinin yenə reaksiyalar oldu. Əvvəllər o reaksiyaları onun sözçüləri eləyirdilər. Özü vermirdi çox vaxt. Özü vermirdi. Amma indi vəziyyət o qədər gərgindir ki, məhz özü, daha artıq Solovyova, hətta Peskova belə ehtiyac yoxdur. Birbaşa özü çıxır. Dezinformasiyası dezinformasiyanı da özü verir. İnformasiyası hədə-qorxudsa onu da özü eləyir. Yəni vəziyyət kifayət dərəcədə gərgin olanda Putin çıxıb danışır. Mən yadımdadır, yəni ki, yəqin tamaşaçıların da yadındadır. Hələ müharibə başlayandan 7 gün sonra, bir həftə sonra Avropanın böyük dəstəyi haqqında informasiyalar daxil olanda o vaxtki Müdafiə naziri Şoyguya dedi ki, ballistik raketləri, yəni ki, bu xüsusi raketləri döyüş hazırlığına gətirin. Yəni faktiki olaraq nüvə ilə qorxutdu. Nüvə elə indi də atom bombası ilə qorxudu. Yəni faktiki olaraq bu raketin fərqliliyi ondadır ki, bu əvvəlki raket belə yanacağı ilə mühərriklərindən deyil. Atom enerjisi ilə, yəni nüvə mühərriki ilə işləyir. Ona görə də uzun müddət havada qala bilir və idarə olunur. Yəni 2018-ci ildə sınaqdan keçiriləndə nüvə mühərriki deyildimi? Nüvə mühərrikidir, partlayışla nüvə ilə bağlıdır. Yəni Amerika düzgün informasiya vermişdi onda. Yəni ki, Rusiya örtbasdır eləyirdi ki, yoxdur. Amma uzun müddət hələ bunun kütləvi istehsalının özü də bir zaman çəkəcəkdir. O zaman çəkənədən Rusiyanın iqtisadi vəziyyəti kifayət dərəcədə gərginləşəcəkdir. Yenə deyirəm, birdən-birə olmayacaqdır. Ən azı 6 ay yadınızdadır. Trump da dedi ki, 6 aydan sonra baxarıq, siz nəticəsini görəcəksiniz. Yəni, həmişə Rusiya gərginləşəndə, gərgin vəziyyətə düşəndə birinci hədəfi, Sovet dövründə də belə, bax, Xruşov nə ilə qorxudurdu Karib böhranında? Kuba ətrafındakı sualtı qayıqlardakı atom bombası ilə ki, Türkiyədən götürün nüvə silahlarını, biz də Kubadan götürək. Yəni, hətta ifadəsi o vaxt Xruşovun belə olmuşdu ki, sizin nüvə silahlarınız bizim qapıdan girəndə, bizimki artıq sizin pəncərənizdən girmiş olacaqdı. Yəni, bu hədə-qorxu həmişə o stil var. Rusiyanın stilidir, deyək ki, Sovetdən də qalma, Putin də elə Sovet adamıdır da, yəni ki, bu istiqamətdə. Yəni, indi də həmən bunlar, yazıldadımı Areşikin özünü necə təqdim elədi, yəni ki, dağıdıcı qüvvəsinin böyüklüyünə. Son vaxtlar bəşəriyyətə Rusiya nə təqdim eləyib silahdan başqa? Yəni, adam belə fikirləşir ki, bir Kim Çınındır ancaq raketlə, yəni Şimali Koreya bu işlə məşğuldur. Bir də belə baxırsan ki, elə Rusiyada sonuncu dəfə burada. Yəni, Ukrayna ilə müharibəni dayandırmaq, bu qədər dünyanı dağıtmağa mı getməlidir? Medvedevin sözünü yəqin ki, tamaşaçılar da eşidib, siz də eşitdiniz ki, əgər biz qalib gəlməsə, qoy dünya dağılsın. Bu Medvedevin sözü deyil, Şəhla xanım, yadınızdadır mı? Putinin sözüdür. Rusiyanın danışan dili deyirlər Medvedev o yüzden. Yox, həm də Putinin bir sözü vardı. Yadınızdadır, orta məktəb şagirdləri ilə görüşəndə dedi ki, Rusiyanın sərhədləri bitmir. Bir də dedi ki, əgər dünyada Rusiya olmayacaqsa, heç o dünya olmaz.